Əhali məsələlərini necə yazmaq lazımdır? Baxaq. Əgər məsələdə sizdən orta illik artımı tap deyirsə, necə tapırıq? Deməli, deyək ki, 1970-ci ildə əhali olub bu qədər. 3 milyard 635 milyon. 1990-da isə 5 milyard 235 milyon. Deyir, orta illik artımı tap. İndi biz baxaq ki, ümumiyyətlə əhali nə qədər artıb? Məlum məsələ bir-birindən çıxırsınız, tapırsınız ki, 1 milyard 600 milyon əhali artıbmış ümumiyyətlə. Amma bizə orta illikdir, orta rəqəm tapmalıyıq. Baxıram nəyə? Demək, neçə il keçib üstündən? 1970 idi, olub 1990. 20 il keçib üstündən. Demək, neçəyə bölürük? 20-yə bölürük və tapırıq ki, orta illik artım 80 milyon imiş. Bu belə, sadə. Yəni, bir sözlə nə elədik? Orta illik artım deyirsə, əhalinin fərqini tapın, bölün il fərqinə. Getdik. Bu dəfə deyir ki, orta illik artım faizini tap. İndi biraz faiz girdi işin içinə. Yəni baxırıq. Əhali neçə olub? 6 milyard 250 milyon. Sonra neçə olub? 7 milyard. Nə qədər artıb ümumiyyətlə? 750 milyon. Deməli, yenə nə edirəm? Orta illik deyir axı. Neçə il keçib üstündən? 12 il. Böldüm 12-yə, yenə tapdım ki, 62,5 milyon nəfər artıbmış. Bunu qoyduq qırağa. Bu orta illik artım idi. Amma mənə faizdə deyib axı. Biz bilirik ki, həmişə birinci olan dəyişməyən neçə faiz olur? 100%. Yəni birinci ilimiz əhalimiz neçə idi? 6 milyard 250 milyon. 100%dir. Bizim artımımız x%. Oradan da tapırıq 1%. Belə. Deməli, orta illik artımına nə fərq oldu? Burası bir də faizi əlavə edirsiniz. Nə 100% olur? Birinci əhali, yəni dəyişməyən əhali. Birinci. Keçdik o birisinə. Artıq burada təbii artımı hər 1000 nəfərə və faizlə soruşur. Baxaq, görə necə hesablayırıq. Deməli, ölkədə əhali 20 milyondur. İl ərzində 300 min nəfər doğulub, 200 min nəfər ölüb. Deməli, mütləq artım neçə olur? 300 mindən 200 min çıxanda 100 min nəfər. Yəni, bu qədər doğumla ölümü çıxanda tapırıq. Bizə deyir ki, hər 1000 nəfərə tap. İndi mən nə edirəm? Biz nəyi tapdıq bayaq? Tapdıq ki, bu qədər əhaliyə, 20 milyona təbii artımı necə tapdıq? 100 min, düzdür? Bizdən nə soruşur? 1000 nəfər. Demək, sadə. Tənasibi qururam ki, 20 milyona nə qədər artıb? 100 min. Bəs 1000 nəfərə nə qədər artıb? X. Oradan da tapırıq neçə? 5 nəfər artıbmış. Bu belə. Sonra deyir faizlə tap. 1000 nəfərə tapdıq, bir dənə faizlə tapaq. Yəni bu 5 nəfər neçə faizdir? Yəni bu 1000 nəfər bir, necə deyim, konkret bir rəqəmdir, şablon bir rəqəmdir. 1000 nəfər 100% isə biz nəyi axtarırıq? 5 nəfər neçə faizdir? 5-də x. Oradan da tapdıq 0,5%. Bu qədər sadə. Getdik. Mexaniki artımın tapılması. Məsələlərdə görürsünüz yazılır ki, məsələn, filan ildə, elə buna baxaq. 2013-də əhali olub bu qədər. 2017-də olub bu qədər. Deyir ki, bu artımın 300 mini təbii artımdır. Biz ümumiyyətlə bilməliyik ki, ümumi artım, yəni bir ölkədə əhali necə artar? Ya doğum ölümü hesabına artır, təbii artıma görə, ya da gedib gələn, mexaniki artıma görə arta bilir. İndi baxaq görək, ümumiyyətlə əhali nə qədər artıb? 8,5 idi, olub 9,3. Yəni 0,8 milyon. Yəni 800 min artım var. Yazıram bura 800 min. Yazdım. Deyir ki, bu artımın 300 mini təbii artımdır. Yəni doğulub ölmə hesabına 300 min nəfər artıb. Yazıram bura 300 min. Deməli, mexaniki artıma görə nə qədər artıb? Yəni bu ikisinin cəmi ümumi artımı verməlidir. Məlum məsələ çıxırıq, qalır 500 min. Belə. Deməli, belə məsələlərdə nə edirsiniz? Yazırsınız ümumi artım. Nə qədər artıb? Yazdınız yuxarı. 10 bölürsünüz 2 yerə. Ölkədə əhali 2 cür arta bilər. Ya təbii artım hesabına, ya da mexaniki artım hesabına, yəni miqrasiya. İkisini də ayrı-ayrı yazırsınız, tapırsınız. Getdik. Kənd əhalisinin hesablanması. Deməli, məsələn, deyir ki, Amerikada bu qədər əhali var. Urbanizasiya 83%-dir.
Urbanizasiya nə idi ümumiyyətlə? Şəhərləşmə, şəhər əhalisinin artımı, şəhər həyat tərzinin inkişafı və s. Yəni bir sözlə 83% nədir? Burada əhali sayıdır, şəhər əhalisi. Deməli, bizdən deyir kənd əhalisini tap. İndi biz bilirik ki, həmişə ümumi olan bir şey neçə faiz olur? Bütün əhali 100%-dir, düzdür? Əhali 100%-dir. Bizdən deyir kənd əhalisi neçədir? İndi bu şəhər əhalisi 83%-dirsə, kənd əhalisi neçə faiz olar məntiqlə? 17%, düzdür? Deməli, bütün əhali 100%-dir, şəhər 83-dür, asanlıqla deyirik kənd əhalisi 17%-dir. Bu belə. Bizdən deyir kənd əhalisini tap. Məncə məlum məsələ 322 100%-dirsə, x 17%. Oradan tapırsınız kənd əhalisi nə qədər imiş. Belə. Davam edək. Əhali sıxlığının tapılması. Yəni bunun konkret bir üslubu var onsuzda. Əhali sıxlığını tapanda yazırıq. Sıxlıq bərabərdir nəyə? Əhalinin sayını bölürsüz əraziyə sahəsini. Baxaq. Demək, əhali verib 10 milyon, yuxarı yazırsınız 10 milyon, ərazi isə 50 min. Burada 50 min. Heç nə, bir-birinə bölürsünüz, tapırsınız 200 nəfər. Belə. Keçdik işsizlik səviyyəsinin hesablanmasına. Burada mexanizm səhv edib, neysə. İşsizlik səviyyəsinin hesablanmasına. Bunu necə edirik? Ümumiyyətlə bir dənə qəşəng sxem qururuq. Sxemimizi quraq. Deməli. Bunu burada quraq. Deməli, biz bilirik ki, əhalinin sxemi necə idi? Yazırdıq əhali bölürdüyünü 3 qrupa. Düzdür? İşləməkdən yayınan. Yəni, bunların əlləri, qolları var mı? Özləri işləmək istəmirlər. Yəni, bir sözlə papa şotla dolanırlar. İşləməkdən yayınan. Var əmək ehtiyatı. Bir də var əmək qabiliyyəti olmayan. Yəni, bunlar istəsələr də işləyə bilməzlər. Ya əlildirlər, ya yaşlıdırlar, ya hamilədirlər, ya yaşları çatmır və s. Əmək ehtiyatını bölürük 2 yerə. Ya fəal əhali, yəni bu dəqiqə işləyən, məşğul əhali. Bir də var işsiz. İşsiz. İndi baxaq. Deyir ki, ölkədə ümumi əhali 10 milyondur. Tez 10 milyonu yazırıq bura əhaliyə. 10 milyon. 3,5 milyon nəfər 16 yaşdan səhv gedib aşağıdır. Yəni bu əmək qabiliyyəti olmayandır. 3,5-i yazdım bura. Milyon. Sonra 2 milyonu təqaüdçüdür. Yenə gedir bura 2 milyon. 0,5 milyon isə işləməkdən yayınıb. Bunu yazdım. İşsizlər də 0,6 milyon. Yəni həmişə sizə nə veribsə onları yazın sxemdə. İndi baxaq. Əhalini verib bizə ümumi verib. İşləməkdən yayınanı verib, sonra əmək qabiliyyəti olmayanı bilirik. Onda əmək ehtiyatını tapa bilərik, düzdür? Demək bu 0,5, bu oldu neçə? 5,5 milyon. Onda əmək ehtiyatı neçə olur? Ondan çıxsaq 0,5 ilə 5,5 toplayanda 6, bu da qalır 4. Yerdə qalır buna 4. Milyon. Bunu başqa rəng eləyək, gözünüz görsün. 4 milyon, düzdür? İndi bizdən işsizlik səviyyəsini istəyir. İndi yaxınlaşırıq bura. Baxın, asan. 4 milyon əmək ehtiyatıdır. 0,6-sı işsiz. Fəal əhali neçə olur? Çıxırıq. 3,4 milyon. Güzel. Bəs işsizlik səviyyəsini necə tapırsınız? Baxın. Burada 100% nədir? Bir də özünüz fikirləşin. Burada 100%. Əlbəttə ki, əmək ehtiyatı yazıram. 4 milyon 100%-dirsə, bəs 0,6 milyon neçə faizdir? İşsizlik səviyyəsi. Bu da eləyir neçə? 60 milyon 4-ə böləndə 15%. Bu qədər. İstəyirsiniz bunu dəftərinizə yazsın, əsas eləyin. İndi silirəm. Və sonuncu sual. Deyir ki,
rəngini dəyişək. Ümumdaxili məhsul artımı işsizliyə təsiri. 2019-cu il ümumdaxili məhsul 20 milyard olub. Sonra olub 2000-də neçə? 24 milyard. İşsizliyin nə qədər azaldığını tap. Gəlin ümumiyyətlə baxaq, nə qədər dəyişib ümumdaxili məhsul. Mənim məsələ 4 milyard, düzdür? Hə. Bəs neçə faiz? Yenə deyirəm, həmişə birinci olan neçə faiz olur? 100%. Yazırsınız 20 milyard. 100%-dirsə 4 milyard x faiz. O da eləyir 20%. Deməli, ümumdaxili məhsul neçə faiz artıb? 20%. Bir də belə bir cümlə var, əzbər bilməlisiniz. Ümumi daxili məhsul hər 2,5% artanda işsizlik 1% azalır. Deməli, əgər 2,5% artanda işsizlik 1% azalırsa, bəs 20% artanda nə qədər azalar? X. O da neçə eləyir? 8%. Bu qədər.